Vuruğun mötərizə xaricinə çıxarılması üsullarına baxaq. Fərz edək ki, belə ifadələr verilib. Ortaq vuruğu mötərizə xaricinə çıxaraq. Məsələn, bu bir hədlini biz belə parçalayaq. Dairənin içinə yığaq, onun içində olanları. Burada nə var? 2 var, x var, y var. Burada var 3 var, a var, y var. Burada ortaq olan göründüyü kimi yalnız y-dir. Belə bir cüt tapdıq. Həmin cütü çıxardırıq mötərizə xaricinə. İçəridə qalanı yazırıq. 2x burada qalıb, 3a da burada qalıb. Digər ifadəyə baxaq. Burada da eyni işi görək. Parçalayaq. Bunları dairələrin içinə ayıraq, yığaq. Mənfi var, 5 var, y var, 2 dənə z var. Burada 10'u 2 ilə 5 kimi yaza biləriz. Onların hasılı 10 elə. Y var, z var. Burada ortaqlar nədir? Deməli, y-lər var. Bir cüt bu. Sonra z-lər var. Bir də 5'lər var. Bu 3 dənəni mötərizənin kənarına yığırıq. 5, y, z. Qalan nə qalıbsa yazaq. Mənfi qalıb, z qalıb. Digərində isə yalnız 2 qalıb.